Salamlar, sizi burada görməyimə çox şad oldum. Bugünkü mövzumuz münasibətin diaqnostikasıdır. Niyə bu mövzudur? Çünki baxıram mənə gələn suallarda, seanslarıma yazılan insanlarda münasibətlərində nədənsə narazıdırlar, amma tam olaraq adlandıra bilmirlər ki, nədir. Və bunun üçün də bu seminarın adı münasibətin diaqnostikasıdır. Necə deyim, münasibətimizə bir diaqnoz qoyacaq bugün. Biləcəyik ki, nədir, problemimiz nədir tam olaraq və nə etməliyik və həlli yollarını öyrənəcəyik. İlk əvvəl özüm haqqında məlumat vermək istəyirəm. Mən Gülcan Xəlil, 37 yaşım var. Mənim 3 diplomum var. İkisi pedaqoji, biri psixoloji yönümlü. Mən həm də bir orta məktəbdə müəllimə kimi fəaliyyət göstərirəm. Psixologiyaya marağım, mən psixologiya sahəsini sonradan oxudum və öyrəndim. Mən ilk əvvəl öz üzərimdə çalışaraq, öz belə deyim, problemlərimi həll edərək bu sahəyə həm də marağım oldu. Həm mən uşaqlarla ilk bakalavr təhsilim, mən ibtidai təhsilim pedaqojika və metodikasıdır. Uşaqlarla çalışarkən bunu müşahidə elədim ki, uşaqlar həqiqətən də ailələrinin güzgüsüdür. Mən uşaqları görəndə, danışanda artıq onların ailələrinin necə bir olduğunu bilə bilirdim. Və düşündüm ki, gələcək nəslin daha sağlam psixologiyada böyüməyi üçün ilk əvvəl ailələri, hətta ondan da daha əvvəl deyərdim ki, münasibətə başlamazdan əvvəl insanlar bir psixoloji dəstək alıb bir münasibətə başlasalar, daha sağlam ailənin təməli qoyular deyə düşünürdüm və mən bu sahə üzrə təhsil aldım, təlimlərdən keçdim. Bundan əlavə mənim coaching üzrə də 3 beynəlxalq təhsilim var. Yaşam qoçluğu, biznes qoçluğu və təhsil qoçluğu üzrə. Bugünkü mövzumuza gələndə isə dediyim kimi bu danışdıqlarımın bir xülasəsi idi ki, bu nəticəyə gəldim və ilk olaraq da insanların öz münasibətlərini, özlərini diaqnoz eləməlidirlər ki, sonrasında bir münasibəti də sağlam şəkildə yürüdə bilsinlər. Sizə hər kəsin yəqin ki, bir narazılığı vardır ki, bugün burada münasibətində nəsə bir xoşagəlməz, tam problem olmasa da xoşagəlməz bir şey hiss eləyir ki, buradadır. Bəziniz bəlkə də adlandırırsınız, bəziniz adlandıra bilmirsiniz. Mənim sizə bəzi suallarım olacaq. Əvvəlcədən sizə bildirmişdim ki, bəli, həqiqətən bunun mən də tərəfdarıyam. İnşallah bir gün dövlət tərəfindən bu, necə ki, indi bəzi testlər, analizlər məcburi şəkildə verdirilir ki, sağlam uşaqlar olsun bioloji cəhətdən. Həm də psixoloji cəhətdən məncə insanlar yoxlanmalıdır və rəy veriləndən sonra ailə qurulsa daha sağlam ailələrin təməli qoyular deyə düşünürəm. Mən sizə əvvəlcədən bildirmişdim ki, dəftər qələminiz yanınızda olsun. Bir neçə sual verəcəm və bu suallara səmimi, tam səmimi, burada hər şey məxfidir, yəni yazdıqlarınız düzdür, seminarın video qaydı olur, sonrasında göndərəcəyik, baxasınız, amma çatda yazdıqlarınız görünmür. Tam səmimi olaraq özünüzdə istəyirəm ki, analiz edəsiniz və həllinə də daha düzgün gəlib çata bilək. Mən sizin üçün əvvəlcədən bir neçə sual hazırlamışam. Analiz edəcəyik birlikdə ki, nə doğrudur, nə yanlış. 10 suallıq. Cəmi 10 sual olacaq. Birinci sual. Sualı da yazın, cavabını da yazın. Həyat yoldaşınız, bu həm evli, həm də subaylar ola bilər ki, burada münasibəti olub, amma evli olmayan insanlar da ola bilər. Onlara da fərqli şəkildə sual. Bu ilk sual həm evli, həm də subaylar üçündür. Həyat yoldaşınız və ya sevdiyiniz insanla hər hansı bir sirriniz mövcuddurmu? Və səbəbi nədir? Qorxudumu, sizi anlamayacağını düşünürsünüz? Özünüzə yaxınmı görmürsünüz? Nədir səbəb? Vardırsa. Hər kəs yazdı mı? İstifadə edir. Baxın, bu bir problemdir. Sirrim yoxdur. Bilmirəm.
Yazsanız daha yaxşı olar. Səbəbini də yazsanız, görüb daha ətraflı məlumat vermiş olarıq. Tək sizə ümumiyyətlə münasibətiniz vardımı, yoxdurmu? Münasibətiniz yoxdursa da bunlara sadəcə indi məlumat verəndə bilməlisiniz ki, sağlam bir münasibətdə əslində necə olmalıdır. Hər kəs yazdısa, baxın, evlilik əslində elə bir müəssisədir ki, yəni iki həyat yoldaşı, istər bu yola başlanğıcında olan, evlilik ərəfəsində olan hər bir kəs, tam təbii ki, evlənməyənlər də ən azından bunu görməlidir ki, mən qarşıdakı insana nə qədər inanıram. Mən gələcəkdə bu insanla hər şeyimi bölüşə biləcəmmi? Biz yəni bir evin içində olacağıq artıq. Yəni günün çoxunu bir yerdə keçirəcəyik. Bir-birimizdən yəni inanmadığım biri ilə bir ailədə yaşamağa niyə hə deyirəm? Evdə olmayanlar bunu düşünməlidir. Evli olanlardakı biz əslində baxın ən yaxın bir-birinə ən açıq olan ər-arvaddır. Bunların arasında sir varsa, bir-birindən nəyisə gizlətmək vardırsa, bu artıq bir, necə deyim, həyəcan siqnalıdır ki, demək ki, qarşı tərəf sizə tam olaraq o inanma, tam olaraq o güvəni vermir. Və bunun altında olan səbəblər nədir ki, mən hər şeyimi bölüşə bilmirəm o insanla. Mən xanımlar görürəm ki, gəlirlər, deyirlər, maddiyatı gizlədirəm, çünki nəyisə xərcləməyə mən nəyə görə bu qorxu var məndə, nəyə görə biz oturub bunu danışa bilmirik, nəyə görə mən istəklərimi açıq şəkildə deyə bilmirəm. Axı, bu 3 günlük, 5 günlük bir münasibət deyil ki, deyim, yola verirəm, gedir. Bu, hər halda evlənən kəs düşünmür də ki, boşanacam. Hamı istəyir ki, yəni ömür boyu davam edəcək bir şey olsun. Təbii ki, anlaşmazlıqlar olanda bu da normaldır, amma hər bir insanın ilk o addımı atanda məqsədi odur ki, bu insanla, ömrümün geri qalanını bu insanla keçirəcəm. Burada altında hər hansı qorxu vardırsa, inamsızlıq vardırsa, bu artıq bir həyəcan siqnalıdır. İkinci suala keçək. Həyat yoldaşınızla ailə büdcəniz eynidirmi? Hər biriniz bu büdcədən sərbəst istifadə edirsinizmi? Yoxsa toksik olaraq kimsə kiməsə idarə edir? Yəni, ailə büdcəsi istər qadın olsun, istər kişi olsun, istər bir evdə deyək, xanım işləməyə də bilər, kişi qazancı olur, o gəlib evdə bir büdcədir və hər kəs istədiyi zaman oradan götürüb xərcləyə bilirmi? Təbii ki, hər iki kəs istər yetişkin kəsdir, bunu götürüb lazımsız şeylərə xərcləmir və ailə büdcəsi ümumiyyətlə bir yerdə dəyərləndirilirmi? Bizim aylıq gəlirimiz budur, aylıq çıxarımız budur, bu qədər qazancımız var, necə idarə edəcəyik, bu haqda ümumiyyətlə danışılırmı? Subay münasibətin başlarında olan biri üçün də yəni düşünə bilər ki, ən azından paylaşa bilirmi ki, biz gələcəkdə açıldı səs. Gələcəkdə biz büdcəmizi necə idarə edəcəyik? Bu barədə danışa bilirsinizmi? Mən həm də suallara baxım. Müzakirə olunur. Baxın, bu da düzgün bir şey deyil. Bu barədə ayrılıq yoxdur. Nə gözəl. Nə qədər çoxlu olsa, bir neçə günə bitirəcək, müzakirə olunur, amma orada qalır. Siz burada öz qətiyyətinizi göstərə bilirsinizmi? Burada olmalıdır, gəldi, necə xərclənməlidir. Sonrasında axı bu sıxıntını tək o insan çəkmir, bütün ailə çəkir. Buna görə də qarşı tərəfdə məsuliyyətini bilməlidir. Biz də bir yerdə məsuliyyətimizi bilib, o tələbimizi bilməliyik. Ailədə ümumiyyətlə iş bölgüsü olmalıdır. Hər iki tərəf işləyirsə də bilinməlidir ki, qazanc hara gedir. Tərəflərdən biri işləyirsə, dediyim kimi, biri işləyirsə, digəri evi idarə edir, evi, uşaqları idarə edir. Bunun özü də bir dəstəkdir. Ona görə də, yəni, maddiyyat məsələsi də bir yerdə qərarlaşdırılmalıdır. Mənə aylıq pul verilir, qalanı özü evə xərcləyir. Bu da hər halda oturub danışılmış bir şeydir ki, verir pulu, evə də xərcləyir. Burada da artıq demək olar ki, paylaşılır da. Nə qədər qazanır? Anasına verir qalan.
qazanıramsa ortadadır. Baxın, bu da doğru bir şey deyil. Ola bilər, bilmirəm, bəlkə ailə ilə şərik bir işdir. Elə belə olsa, hər insan öz büdcəsini ayırmalıdır, öz ailəsində də ona görə öz çıxarlarını, gəlirlərini hesablamalıdır. Necə edə geçsin? Bunların hamısına sualları verək, cavabları yazın. Sonra bunların hamısına təkrar toxunacaq. Belli deyiləm, atamla eyni deyil, büdcə güvənmirəm. İstədiyim kimi bilməyəcəm. Belə neynirsən söz eşidəcəm və ara sıra yenə də eşidirəm. Yəqin ki, qazanırsınızsa yetişkin birisiz. Siz təbii ki, öz qazancınızı, bilmirəm, indi ailədə müəyyən bir asıllığınız vardısa, müəyyən bir büdcədə sizin də qatqınız olmalıdır ki, əgər ehtiyac varsa, təbii ki, ata, ana olanda. Yoxdursa, təbii ki, siz özünüzə xərcləyə bilərsiniz. Bir işləyir bizdə, pul istəyəndə verir, müzakirə etməyi sevmir, idarəçi gözü. Yəni, idarəçi olmaq axı bir ailə, bir iş deyil, rəhbər yoxdur burada. Rəhbər burada həm ərdir, həm arvaddır. Yəni, ailə üçün ümumi qərar verilir. Pul hər halda qadın da götürüb harasa xərclənmir, bilinir. Yəni, nədir? Ortadadır. Yəni, gətirib qadına verməkdən də söhbət getmir. Ortaq bir büdcə olmalıdır, bir yer olmalıdır, bir nə bilim qaba qoyulur, bir seyfə qoyulur, harasa qoyulur, amma bilinir ki, bizim bu qədər pulumuz var. Və bundan necə istifadə edə bilərik? Ya bankada qoya bilərik, biz oradan artırdığımızı necə dəyərləndirə bilərik? Belə olduqda təbii ki, ailə üçün daha sağlam olur. Həm o pulun idarəsi, həm də ailə bağları da güclənmiş olur. Bir tərəf mən gətirirəm, verirəm, yeyirsiz, vəsiyo. Bu da doğru deyil. Biz Zoom neçə dəqiqədir başlamışıq Fidan xanım? Gözləyəm baxım deyim sizə. 20 Zəhmət dəqiqə olmasa. olar. Hələ var, 20 dəqiqəmiz var. Son 5 dəqiqədə mənə xatırladım. Arada biz çıxıb yenidən qayıdacağıq. Hər kəs yenidən qoşular, qrupa link atılacaq. Mən üçüncü suala keçim. Müxtəlif məsələlərin müzakirəsində mübahisəniz yaranırmı? Bu hər mənada ola bilər də, yəni geyim ola bilər, evlə bağlı nəsə ola bilər, yenə maddiyyatla bağlı ola bilər. Müzakirə edə bilirsiniz ümumiyyətlə bir yerdə. Beş dəqiqədir başlamışıq. Yəni, hələ var. Hər zaman mübahisə edirik. Bu necə xırda şeylərə görədirmi, yoxsa ümumiyyətlə müzakirə lazımdır ailədə? Dediyim kimi, baxın, çox vaxt adi bundan əvvəlki sualda maddiyyatda heç müzakirə olunmur. Sanki belə də olmalıdır, amma müzakirə etməliyik. Bəzi şeyləri müzakirə. Amma bu nə dərəcədə olur? Yəni, sağlam şəkildə mi olur, oturub bir-birimizi müzakirə edə bilirikmi, yoxsa dava-dalaşa mı çevrilir bu? Sual, müxtəlif məsələlərin müzakirəsində mübahisəniz yaranırmı? Müzakirə normaldır təbii ki, amma bunun bir mübahisəyə, dava-dalaşa çevrilməyi mübahisəyə çevrilir 70%, çünki o istəyir, o dedikləri olsun, mən istəyirəm, ortaq qərarımız olsun. Həqiqətən də ortaq qərar istəyirsiniz, yoxsa siz öz dediklərinizi? Yəni, oturub danışa bilirsiniz, o insanı da dinləməyə bacarırsınız. Sualları biraz tez-tez verəcəm ki. Zəhmət olmasa səsləri bağlayan Fidan xanım, siz də nəzarət edin. Ki, hər birimiz üçün faydalı olsun. Sonrasında video kayıt da olacaq, baxacaq olanlar da rahatlıqla baxa bilsin. Mən keçirəm 4-cü suala. İntim münasibətlər qane edirmi? Baxın, çox zaman dilə gətirilməyən, amma ailə problemlərinin ən başında olan şeydir deyərdim ki, intim münasibətdə narazılıq. Bu, hər iki tərəf üçün də problem yoxdur. Tam olaraq siz intim münasibət zamanı həzz ala bilirsiniz.
xoşbəxt olur. İkincisi. Əla. 5-ci sual. Nə zamansa münasibəti bitirmək fikriniz olubmu? Son 2 həftədə problem yaranıb. Nəyə görədir problem? Hər hansısa bir mübahisə mi olub, yoxsa sırf intim münasibətdən bir problem? Bəli. Bəli. Ailəsinə görə bitirməyi də fikirləşdim. Ağlımdan keçir dəyərsizlik, mən ailəsi kimi görməməyi. Bir də o fikirdəyəm 5-6 gündür nə uşaqdan, nə də mən, nə maraqlanır qəti o. Nə yaxşı ki, bu seminara qoşulmuşsunuz. Burada artıq özünüzü tam olaraq analiz edib, sonra bir daha fikirləşərsiniz. Bəli, aynen. Barışmışım, hətta ərizələr də verilib məhkəmədə, barışmışım uşağa görə. Satmışıq biz, bir dəfə uzun müddət ayrı qalmışıq, boşanmaya çatıb. Ayrılacağımı demişəm, amma getməmişəm. Hər ay, hər gün olur. Sonda da bayram günü oldu. Kriz keçirdim. Bizi bayram günü tək qoyub dostlar üstün tutur. İndi neçənci sualdaydıq biz baxaq. 8 dəqiqəmiz qalıb. Aranızda şiddət olubmu? Mən biraz tez-tez verəcəm sualları. Bəli, olub. Aha, olub. Çox təəssüf. 8. Qərəzli şəkildə onu incitmək istəmisiniz. Sonra 9. Aranızda təhqir və kobud rəftara yol verilir. Yazın və 10-cu sonuncu sual. Şiddət dərəcəsinə çatmısınız? Yəni, olmayıb. Bir əvvəlki sual şiddət olubmu? Amma burada olmayıb, o dərəcəyə gəlib. Misal üçün, əl qalxıb havaya dayanıb, divara çırpıbdır. Ola bilər, siz əlinizdə nəyəsə çırpıbsınız yerə. Belə bir hallar olubmu? Əsəbidir, kobuddur. Vaxtı təhqir. Bizim neçə dəqiqəmiz var? İstəyirsiniz artıq yavaş-yavaş onsuz da vaxtımız qalır. Aha. Biz yavaş-yavaş çıxaq. İkinci 40 dəqiqəmizdə bu sualları analiz eləyək. Nə dərəcədə doğrudur, nə dərəcədə yanlışdır, bunların analizinə gedək. Bağlayım. Aha, bəli.